xoş o kişinin halına ki, onun xanımı, həyat yoldaşı onu hər yerdə müdafiə edir. O xanım bilsin ki, həyat yoldaşının eyblərini örtən, onu müdafiə edən xanım bilsin ki, həmin ailənin qorunması üçün ən böyük fədakarlığı o edir. Və qarşılıqlı olaraq kişi də həmçinin həyat yoldaşının o kiçik eyblərindən söhbət gedir. Bəzən yazırlar bizə, dözülməz haldır. Heç kim deməyib ki, dözülməz bıçaq sümüyə dirənibsə, sən ailəni qorur, heç kim elə söz deməyib. Amma o dözülməz hal neçə faizdir, əzizim? Dözülməz hal. Düzdür. Həm kişi tərəfdən, həm xanım tərəfdən. Düzdür. Yəni, indi boşanmaların sayı 50% satır. Bunun faizinin neçə faizi dözülməz həddə gəlib. Gözəl. Bir aydan sonra boşanır cütlüklər. Bu nə vaxt, nə yatdılar, nə yuxu görsünlər? Dözülməz hala çatdı bir ayın içində, 2 ayın içində.